Bir gördüm bu cavan geldi quyunun üstüne. Bir su quyusu var. Camaat oradan su çəkirdi. Öz çantasından çıxartdı bir dənə balaca su qabı. Üstünə də ip sarılmış. Yəni ipi də üstündə də. Salladı quyuya. Quyuya sallayanda ip qırıldı. Su qabı düşdü quyuya. Quyular dediyində Ərəbistanın quyuları dərin olardı. 30 metr, 40 metr quyu. Deyir, o su qabı düşdü quyuya, ip qaldı əlində. Deyir, gördüm əllərini qaldırdı. Dedi, Səyyidi və Mevlay. Ay mənim Allahım. Leysə li qeyruha şeyun. Bundan başqa da mənim qabım yoxdur ya. Deyir, gördüm o quyunun suyu başladı qalxmağa. O qədər qalxdı ki, bu cavan əli ilə götürdüyü suyu içdi. Əl üzünü yudu, o qab da gəldi, yandı, qabını da götürdü, ipini bağladı, qoydu sumkaya. Yenə deyir, mən buna yaxınlaşmaq istəyirdim, mənə əhəmiyyət vermədi. Hərəkət elədi Məkkəyə tərəf. Məkkəyə çatanda gördüm, camaat töküldü bunun üstünə. Əlindən öpən, ayağından öpən, əlini sürtüb təbərrük götürən. Mən də deyir, qalmışam belə, dedim, kimdir bu? Dedilər, Şiələrin imamı İmam Musa ibn Cəfər əleyhissalamdır.